Şəfalı Həyat, Coffee and Healthy Food'un baş sponsorluğu, həkim-stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə başladı. Xoş gördük mənim əzizlərim. Yenə də Şəfalı Həyat sizinlədir. Yenə də Şəfalı Həyat yeni mövsümdə, yeni studiyada sizi salamlayır. Kim? Mən, sizin həkim-dietoloq Şafa Yadigarova. Bugün də maraqlı mövzular, maraqlı ifalar, maraqlı qonaqlar efirimizdədir. Odur ki, hər bazar günü saat 2-də ARB kanalında kimlə? Elə Şəfalı Həyatla bərabər qalın. Maraqlı məlumatları, maraqlı qonaqları və təbii ki, mənim xüsusi reseptlərim sizinlə olacaq. Şəfalı Həyat sizinlədirsə, deməli, faydalı məsləhətlərimiz də sizinlədir. Odur ki, mənim əzizlərim, hal-hazırda kim ki bizi efirdən izləyir, diqqətimiz bizdə olsun. Çünki bugündən etibarən hər bazar günü saat 2-də sizinlə burada müxtəlif mövzuları müzakirə edəcəyik. Və sizə buradan müraciət edərək deyirəm, mənim əzizlərim, bizim Şəfalı Həyat verilişində kimləri görmək istəyirsiniz? Hansı mövzuları istəyirsiniz ki, burada işıqlandıraq? Hansı qonaqları mütəmadi burada daimi görmək istəyirsiniz ki, hansısa bir məsləhətlər bizə alasınız? Odur ki, Instagram səhifəmizə də yaza bilərsiniz, bizə müraciət edə bilərsiniz və verilişimizi sona kimi izləyin. Çünki sizə bugün çox gözəl bir xəbərim olacaq. Amma nə xəbərim olacaq? Verilişi daim izləyin və sonda biləcəksiniz. O şad xəbərim nə olacaq? Əlaqə nömrəmiz 051 819 99 99. Odur ki, bütün sualları bu nömrəyə yazın və efirdə o sualların cavablarını bizimlə bərabər eşidin. İndi isə istəyirəm biraz daha dərin mövzumuza keçək. Çünki bugün xüsusi qonaqlarımız var və qonaqlarımızı çox gözlətmək istəmirəm. Bugün Azərbaycanın, deyərdim ki, Respublikamızın tanınmış, sevimli, yazıcı dramaturqumuz. Amma eyni zamanda bunu mütləq şəkildə istəyirəm vurğulamaq mənim əziz dostum. İllərcə mənim yanımda olan, sözün əsl mənasında gözəl və böyük ürəyə sahib olan mənim dostum. Bugün studiyamızın qonağı Elnurə xanımdır. Xoş gəldiniz Elnurə xanım. Gəlin. Hər sezonda, hər mövsümdə açılışı Elnurə xanım mənimlə bərabər edir. Xoş gördük Elnurə xanım. Əzizim, mənim dəyərlim. Xoş gəlmişsiniz. Əlbəttə ki, səninlə olacağam. Mən bilirsən ki, səni çox sevirəm. Verilişinə də uğurlar arzuluyuram. Həmişə səninləyəm. Çox sağ olun. İndi fikirlərimizi burada deyəcəyik. Təşəkkür edirəm. Var olasınız. Mən də təşəkkür edirəm. Bu güllər də sənin üçündür. Bugün Elnurə xanım televiziyada və televiziyada olan bütün vəziyyətlər haqqında paylaşacaq və təbii ki, öz məsləhətlərimizi biz insanlara, xanımlara, siz bir belə də ailə başçısı, artıq həyat görmüş bir insansınız və sizin bir cümləniz mənim həyatımı dəyişən bir cümlə olubdur. Elə də düşünürəm ki, minlərlə, milyonlarla insanlara siz o bir cümlənizlə ruh verə bilərsiniz. Bir mənəvi tərbiyə verə bilərsiniz. Təşəkkür edirəm. Çiçəklərinizə görə çox sağ olun. Ən çox sevdiyim rənglərdən biridir. Bilirəm, siz hansı rəngləri sevirsiniz. Ona görə də bu pavilyonunuz da çox gözəldir. Mən bilirəm ki, hər şey də çox gözəl olacaq. Çünki sənə güvənənlər, sənə inananlar çoxdur. Mən bunu bilirəm. Çox sağ olun xanım. Var olasınız. Çiçəklərinizə görə təşəkkür edirəm. Görün, nə gözəl çiçəklər. Xahiş bunu çəkin. Gəlin elə burada Elnurə xanım, biz siz nə deyək? Bugün bizim yeni mövsümdə, yeni studiyamızdayıq. Bu elə bugündən etibarən hər bazar günü bizi izləsinlər və həyatları şəfalansın. Bu çiçək kimi həyatınız da gözəl, əlvan olsun, təravətli olsun və təbii ki, xoş əhvalı, ruhiyəli olsun. Deyək elə? Deyək. Çox sağ olun xanım. Gözəl çiçəklərimi indi qoyacağım qaba. İndi istəyirəm siz əyləşəsiniz və növbəti qonağımı təqdim edin. Buyurun, əyləşin. Və istəyirəm növbəti qonağımıza keçim. Hər kəsə nitq vacibdir. Hər kəs özünü necə ifadə edir danışığından. Elə bununla bağlı bugün studiyamızın qonağı defektolog, loqoped İlahiyə xanım Rzaxanovadır. Buyurun İlahiyə xanım, xoş gəlmişsiniz. Bugün mənim günümdür. Gözəl çiçəklərlə xoş gördük İlahiyə xanım. Necəsiniz? Çox sağ olun. Yeni mövsümdə efinizi təbrik edirəm. İnşallah xeyirli olsun, düşərli olsun. İnşallah biz də sizlərin o şəfalı məsləhətlərinizdən, şəfalı
belə deyək də, məlumatlarınızdan, söhbətlərinizdən faydalanaq. Çox sağ olun, təşəkkür edirəm. Bugün Elnura xanım, çiçəklər, maşallah, maşallah. Təşəkkür edirəm, var olasınız. Sizə də bu zəhmətli işinizdə uğurlar arzu edirəm. Bilirəm ki, çox, belə deyək də, bir xanım kimi həddən artıq çox çalışırsınız. Amma bu haqda birazdan danışacağım. Çiçəklərinizə görə təşəkkür edirəm. Çox sağ olun. Görün, nə gözəl çiçəklərdir. Deyirəm də, bugün mənim günümdür deyəsən. Yox, bugün şəfalayatın günüdür. Düzdür? Buyurun. Hər gün Allah həyatın günü olsun. Çox sağ olun, xanım, var olasınız. Buyurun, əyləşin. Birazdan bunları da qaba qoyacağım mütləq. Və istəyirəm növbəti qonağımızı təqdim edim. Bundan öncə Elnura xanımın gözəl o sözlərini eşitdik. Təbii ki, bugün verilişimizin sonuna kimi Elnura xanımda müzakirə edəcək müxtəlif mövzuları. İlaya xanım, necə deyirik, nitq insana vacibdir. Amma nitqdən də bərabər insanın ağzında olan nədir? Gülüş. İnsan birinci növbədə harasa gələndə insan özünü təqdim etməmişdən öncə, danışmamışdan öncə nə etməlidir? İnsan insana gülüş bəxşiş edir. Bəli, təbəssüm. Necə ki, Dale Carnegie'nin çox gözəl bir ifadəsi var idi. Deyir, birinci növbədə özünü necə təqdim edirsən, necə sən təbəssüm bəxşiş edirsən. Odur ki, bizim gülüşümüz çox önəmlidir. Elə dişlərlə də bağlı gülüşümüz nədən gözəl olur bizim dişlərimizdən. Bugün studiyamızın qonağı həkim estetik stomatoloq Məmməd bəy Əsədovdur. Buyurun Məmməd bəy, necəsiz? Salam Məmməd bəy, necəsiz? Sizi salamlayıram. Çox sağ olun, nə gözəl çiçəklər. Elə bizim studiyamıza uyğun rəngdə. Çox sağ olun, təşəkkür edirəm. Sizi də salamlayıram, bütün tamaşaçıları da salamlayıram. İnşallah ki, uğurlu olsun. Çox sağ olun Məmməd bəy. Onu da bundan öncə də vurğuladım ki, mənə dəfələrlə sual verirlər ki, Şafi xanım, sizin gülüşünüz çox qeyri-adidir. Bəli, insanın gülüşü çox önəmlidir. Ona görə də təbii ki, sizi kimi stomatoloqlar bizə lazımdır. İstəyər aparıcı olsun, istəyər hər bir insana gülüş lazımdır. Odur ki, bugün elə bu gülüş haqqında, dişlər haqqında sizdən müzakirə edəcək. Buyurun, əyləşin. Çiçəklərinizə görə çox sağ olun. Bugün deyirəm də şəfalı həyatın günüdür. Necə də rəngi seçiblərə təşəkkür edirəm. Əgər şəfalı həyatdayıqsa, əgər müxtəlif mövzuları müzakirə ediriksə, deməli, şəfalı ifadə olmalıdır. Şəfalı musiqi olmalıdır. Elə şəfalı musiqi ilə də istəyirəm, bugün studiyamızın qonağı Fərid Mərdi dəvət edim. Buyurun Fərid bəy. Hamı deyir yaraşır maşallah, Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o baxışlarına, şükürlər səni verən Allah'a. Başlasın eğlence, bu gece senin şerefine. Hoş geldin ömrüme, sen de beni çok sev birce. Başlasın eğlence, bu gece senin şerefine. Hoş geldin ömrüme, sen de beni çok sev birce. Hamı deyir yaraşırıq maşallah, Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o baxışlarına, şükürlər səni verən Allah'a. Hamı deyir yaraşırıq maşallah, Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o baxışlarına, şükürlər səni verən Allah'a.
bakışlarına. Şükürler seni veren Allah'a. Hamı deyir yaraşırıq maşallah. Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o bakışlarına. Şükürler seni veren Allah'a. Hamı deyir yaraşırıq maşallah. Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o bakışlarına. Şükürler seni veren Allah'a. Çok çok yaraşırıq maşallah. Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o bakışlarına. Gel gel güzelim kollarıma. Fərid, təşəkkür edirəm. Çox gözəl ifa idi. Hətta hər sözündə də bir məna var idi. İnşallah, maşallah. Hər zaman mənim anamın bir sözü var. Nəsə edəndə deyir ki, qızım, hər zaman denən ki, maşallah. Doğrudan maşallahın bir enerjisi var. Təbii ki, inşallahın da bir gözəl enerjisi var. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Salamlayıram bütün qonaqlarımızı, izləyicilərimizə həmçinin. Dəvətiniz üçün təşəkkür edirəm. Mən də sözün gücünə inanıram. Ona görə bu mahnı belə pozitiv ruhda bəstələmişəm ki, daha insanlara da ümid verən bir mahnı olsun. Deyirsən, bugün studiyamızda olan bütün insanlar, belə deyək də, bu bizim auradadır. Hər kəsdə görürsünüz ki, burada gözəl formadadır. Fərid özü bundan öncə mənə deyəndə ki, neçə yaşı var? Mən şoka düşdüm. Yəni, hətta burada yoldaşım da studiyadaydı. Yəni, belə baxdı, bir də baxdı, inanmadı. Düzgən mən də inanmadım. Bugün biz elə öyrənəcəyik ki, Fəridin belə gözəl formada qalmasının sirri nədir? Və təbii ki, buradan da bir şəfalı məsləhətlərini alarıq. Elnur xanım çox gözəl bir məqamı vurğuladı. Bildiniz ki, bugün bir sual verəcəm. Elə yeni mövsüm olduğuna görə elə bugün gəldiniz bizim studiyamızda, xüsusi qonaqlarımız da gördünüz. Görürsünüz ki, burada mənim kolleqalarım var, gözəl ifaçımız var və hal-hazırda özünüz ekspertiz. Artıq neçə ildir televiziyada, televiziya kanallarında ekspertiz çox kanallarda, çox verilişlərdə. Hal-hazırda bizim televiziyamızın vəziyyəti, verilişlərin vəziyyəti, bunlar haqqında nə deyərdiniz? Şafa xanım, əvvəla onu deyim ki, mən həmişə arzulamışam ki, bax elə sizin veriliş kimi maarifləndirici verilişlərimiz çox olsun. Yəni birbaşa insanların sağlamlığına aiddir də. Yəni sağlam həyat istəyəndə mütləq şəfalı həyata baxmalısan. Mən belə fikirləşirəm. Həm də buradan çox şey öyrənirik. Bizim xanımlar, qadınlar, belə deyək də, o bəzən gələ bilməyənlər, bölgələrdə yaşayan xanımlar ən azından verilişə baxacaq, nəsə öyrənəcək. Yəni onun üçün hansısa yolu qət etmək, verilişə gəlmək, həkim yanına gəlmək, bəzən maddi tərəfdən gücləri çatmır, bəzən uşaqları ailə böyük olur, gələ bilmirlər. Yəni bunları nəzərə alaraq mən həqiqətən də sizə təşəkkür edirəm ki, nə yaxşı ki, belə verilişlər var. Və mən deyərdim ki, belə verilişlərdən elə birincisi şəfalı həyatdır. Çünki mən illərdir, mən özüm də sizi efirdən görüb tanımışam və sizin məsləhətlərinizə həmişə qulaq asmışam. Çünki bilmişəm ki, az da olsa orada nəsə öyrənəcəm şafadan. Elnur xanım, yeri gəlmişkən, yox dediyiniz, getmədiyiniz verilişlər olubmu? Çox. Çox. Bunu bilənlər bilir. Yəni mən... Niyə? Səbəb odur ki, bilirsiniz, mən bunu bir dəfə də sizə dedim. Mən verilişlərə çıxanda, hansı ki demişdim sizə ki, idman döyüşlərinə gedəndə, o döyüşçünün özünün çəkisində, gərək qarşısındakı o rəqibi də o çəkidə olsun. Əgər o çəkidə deyilsə, mən o verilişə necə getməliyəm? Yəni, o mənim çəkimdə deyil. Yəni, mən həmişə çalışmışam ki, bu özünü bəyənmək deyil. Mən özümü həmişə dəyərləndirən insanam. Mən özümə dəyər verməsəm, başqası mənə necə dəyər verə bilər? Və mən fikirləşmişəm ki, ümumiyyətlə efirlərimizdə söz haqqı olanlar söz danışmalıdır. Yəni, bu günlərim efirlərdə qonaqlar da olur, ekspertlər də olur, belə deyim də, bütün sosial verilişlərdə də, başqa verilişlərdə də. Amma bəzən baxıram efirə ki, bunun haqqı varmı verilişdən söz desin? Yəni, bunun haqqı çatmır verilişdən söz deməyə. Çünki ən azından, əgər bir dəyərdən danışıramsa, ailə dəyərindən, o insanın özünün bir ailə dəyərləri olmalıdır.
Mən belə Tamamilə. fikirləşirəm. Ya əgər bu yoxdursa, sən mənə necə məsləhət verə bilərsən? Mənə necə yol göstərə bilərsən? Və TV-lər də məndən inciməsin, açıq da deyirəm. Bəzən elə mən olduğum canlı verilişlərdə deyirəm. Haqqı olanlar söz deməlidir. Verilişlər, maarifləndirici verilişlərimiz daha çox olmalıdır. Məsələn, belə gənclərimizə yol çox verməliyik, tanıtdırmalıyıq. Üzdən İraq musiqilər olmamalıdır. Və mən onları Yeri gəlmişkən, Fərid gənc deyil, 16 ildir peşəkar səhnədədir. Sadəcə doğrudan da görünüşü o qədər, mən buna deyirəm baby face, bəli. Amma ki, görürsünüz ki... Görünür ki, şapalı həyatdan. Bəli, onun da öz şapalı həyatı var. Elə yeri gəlmişkən mən istəyərdim elə Fəridə də sual verim. Fərid, sən də... Fərid, sizə hansı verilişlər bugün maraqlıdır? Hansı verilişə gedirsiniz? Və nəyə görə bugün mən şapalı həyatı dəvət alan kimi həmən gəldiniz və sevə-sevə burada iştirak etdiniz? Əvvəla onu deyim ki, musiqili formatlı aslında bir çox verilişdən təəssüf ki, imtina etmək məcburiyyətinə qalıram. Məhz elə dediyiniz kimi janr məsələsinə görə mən özümə həm show biznes müğənnisi kimi onsuz da heç vaxt görmədiyimə görə və çalışdığım insanlar da bugün Alim Qasımov olsun, Fərqan xanım Qasımov olsun, Türkiyədə çalışdığım Ajda Pekkan və s. bir çox müğənni mənim istərsəməz sənətimdə və incəsənət nümayəndəsi kimi özümü görürəm, nəinki mediaya aid bir müğənni kimi. Ona görə qatıldığım verilişlər negativ fikirlərdən, qalmaqallardan uzaq həmişə verilişlər olubdur. Sizin verilişiniz təbii ki, mənim üçün həm həyat tərzimə uyğun gəldiyinə görə, həm formatı təxmin etdiyimə görə Zümrüd xanım da mənim dostumdur, onu da təkrardan salamlayıram. Zümrüd xanımla dəvəti ilə bərabər mən məmnuniyyətlə qatıldım. Bu formatda verilişlərə qatılıram. Ancaq digər formatda, hansı ki, bilirsiniz, elə olur ki, aparıcıdan da çox şey asılıdır. Qarşındakı aparıcının verəcəyi sualları belə insan öncədən təxmin edir və bilirəm ki, mən orada yoxam. Yəni, maraqlı da deyiləm həmin bəlkə veriliş üçün. Mən özümü tərifləmək mənasında demirəm. Nə onlara uyğun məhsul məndə var, nə də mənim istədiyim suallar olduğuna görə qatılmamaq üstün. Yeri gəlmişkən, bundan öncə dediniz ki, xalq artisti Alim Qasımovla da bir duetimiz olmuşdu. Hətta çox da bəyənildi, çox sevildi. Onu da vurğulayım ki, bir dənə ifadəmiz vardı. Deyir, yuxumda gördüm ki, Alim Qasımovla duet ifa edirəm və doğrudan da həyata keçdi. Və dekabrda bildiyimə görə konsertimiz də gözlənilir. Bəli, bəli. 13 dekabrda Ankara CSO-da böyük bir konsertimiz var solo və 14 dekabrda da Bursa Tayyarə Göstəri Mərkəzində mən, Alim Qasımov və Fərqan xanım Qasımovanın böyük bir konsertimiz gözlənilir. Daha sonra əslində fevral üçün İtaliyada bir konsert nəzərdə tutulur, Bangladeşdə bir konsert nəzərdə tutulur. Sadəcə onların hələ vaxtı dəqiq deyil. Ancaq bunlar mənim üçün yetərlidir ki, mən kimlərlə çalışdığım və hansı kütləyə xitab etməyim mənim üçün təbii ki, daha önəmlidir, nəinki kəmiyyət məsələsi. Fərid, sənə uğurlar arzu edirəm, təşəkkür edirəm. Çox gözəl ifandan indi veriliş boyunca digər ifalara da qulaq asacağım. Mən istəyirəm bizim digər qonaqlarımızla da bir müzakirə elə. Çünki burada mənim kolleqam da əyləşib, kolleqalarım düzü desəm və İlahi xanımı istəyərdim keçid alayım. İlahi xanım bildiyimə görə qısaca da olsa özünüz haqqında bir məlumat verək. Çünki sizi yüzlərlə yox, hal-hazırda milyonlarla insanlar baxır və təbii ki, hər kəs üçün siz faydalı və məlumatlı ola bilərsiniz. Deməli, mən Rabitə Nitq Reabilitasiya Mərkəzinin rəhbəriyəm. 16 illik iş stajım var və dünyaca məşhur Diakovadan, yəni təlim almışam mən. Belə Diakovaya loqopediyanın anası verildi. Loqopediyanın anasıdır, belə deyək, kökü ondadır və ondan mən təlim almışam. Yəni, elmin sirlərini, loqopediyanın sirlərini Diakovadan almışam. Azərbaycanı bir sıra yerli və xarici konferanslarda təmsil eləmişəm öz sahəm üzrə. Və istəyərdim sual verim. Mini bağça nədir? Bildiyimə görə sizin Rabitə Nitq Reabilitasiya Mərkəzimizdə mini bağça fəaliyyət göstərir və onun fərqi nədir, onun innovasiyası nədir və onun özəlliyi nədən ibarətdir? Xüsusi onu vurğulamaq istəyirəm ki, bizim mərkəzimiz yaş məhdudiyyəti olmadan bütün yaş kateqoriyaları uşaqlarla, böyüklərlə məşğul oluruq. Yəni neçə yaşdan neçə yaş? 0 yaşından ta yaşlı istənilən bir yaş qrupuna qədər. 60, 70. 60, 70, 80. Yəni, problem varsa, loqopedik, psixoloji... Yəni, bu adi bağça deyil, biz bildiyimiz bağça deyil. Yox, hələ bağça yox. Mən hələ mərkəz haqqında bir məlumat verim, sonra bağça haqqında məlumat verəcəm. Yəni, yaş məhdudiyyəti olmadan bütün loqopedik, psixoloji dəstəyə ehtiyacı olan insanlarla biz korreksiya işi aparırıq.
Və mərkəzimizin xüsusi özəlliyi odur ki, mərkəzimizin daxilində inklüziv yaşam mərkəzi var ki, bu inklüziv yaşam mərkəzinin də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mini bağçası, məktəbə hazırlıq qrupu və erkən inkişaf qruplarımız vardır. İndi sırf xüsusi vurğuladığınız sizin mini bağçamız, burada özəlliyimiz nədir? Yəni, xüsusi qayğıya ehtiyacı olan uşaqların bilirik ki, Azərbaycanın dövlət səviyyəsində bu uşaqların müraciət edəcəyi bağça çox azdır. Az saydadır, qəbul azdır, ümumiyyətlə sayı da azdır. Ona görə də bu uşaqların təlim almağı üçün, tərbiyə almağı üçün, məktəbə hazırlanmağı üçün, cəmiyyətə hazırlanmağı üçün belə bir sistem ehtiyac var belə dövlətimizdə. Biz də müxtəlif digər reabilitasiya mərkəzləri kimi bizim də mərkəzimizdə inklüziv yaşam şöbəsində bizim mini bağçamız var ki, biz bu uşaqları, xüsusi qayğıya ehtiyacı olan uşaqları, nitq problemli, psixoloji problemli, autizm spektr pozuntusu, Down sindromlu, serebral iflicli, yəni müxtəlif kateqoriyalı uşaqları xüsusi diaqnostika nəticəsində diaqnostika eləyirik, müayinə eləyirik və uşaqları probleminə uyğun olaraq qruplara yerləşdiririk. Və bu qruplarda məqsədimiz əsas, əgər normal tipik uşaqların getdiyi bağçanın əsas məqsədi təlim-tərbiyədirsə, bizim bağçamızın əsas məqsədi isə təlim-tərbiyə ilə yanaşı reabilitasiyadır. Yəni, burada uşaqlara fərdi olaraq psixoloji, logopedik, psixopedaqoji, müalicəvi bədən tərbiyəsi, duyu bütünləmə seansları, qrup seansları təyin olunur ki, bu da uşaqların inkişafına çox böyük dəstək verir. Təşəkkür edirəm İlahi xanım. Çox belə deyək də mərhəmətli bir iş sahəniz var və deyərdim ki, Azərbaycanda birincilərdən biridir, yəni ilklərdən biridir. Sizə bu işinizə uğurlar arzu edirəm. Bu haqda danışacağıq, amma reklamlardan sonra. Sağlam qidalanma hardadır? Təbii ki, Şəfalayət Kofe and Healthy Food'da. Hər ay burada gözəl xanımlarla bərabər həm seminarlar keçiririk, həm maarifləndirici məlumatlar veririk və təbii ki, sağlam qidalanırıq. Sizi də dəvət edirəm, bizim məkanımıza gələsiniz. Rabitəli Nitq Reabilitasiya Mərkəzinin mini bağçası. Xüsusi qayğıya ehtiyacı olan uşaqların fərdi ehtiyaclarını nəzərə alaraq hazırlanmış müasir, təhlükəsiz və emosional inkişafları üçün nəzərdə tutulan təhsil sistemidir. Bağçamızın əsas məqsədi isə övladlarımızın sosial, fiziki, emosional və intellektual səviyyələrini, bacarıqlarını üzə çıxarmaqdır. Onu da qeyd edim ki, burada mini bağçamızda hər bir uşaq üçün fərdi, özəl proqram hazırlanır. İnklüziv məktəbə hazırlıq qruplarının əsas məqsədi uşaqları məktəb mühitinə emosional və akademik baxımdan tam hazır etməkdir. Həmçinin kollektiv fəaliyyətdə birgə iştirak kimi sosial bacarıqları formalaşdırmaqdır. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, həkim-stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə davam edir.
konuştu. Şu buz gibi yüreğim tam da dün akşam bir anda tutuştu. Seni gördüğüm an ışığını saçtım, gözlerim konuştu. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmeden, bir kerecik öpmeden nerelere kayboldum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmesen, bir kerecik öpmesen başına bela olurum. Sen canımsın, deniz gözlü meleğim. Ruh ikizimsin, bana gereksin, yakın gel hayatıma. Sanki ömür boyu beklemişim seni, yaş ki çıktın karşıma. Ruh ikizimsin, bana gereksin, yakın gel hayatıma. Sanki ömür boyu beklemişim seni, yaş ki çıktın karşıma. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmeden, bir kerecik öpmeden nerelere kayboldum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmesen, bir kerecik öpmesen başına bela olurum. Sen canımsın, deniz gözlü meleğim. Ritmini tuttum, gülüşüne uydum. Senin ritmini tuttum, gülüşüne uydum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmeden, bir kerecik öpmeden nerelere kayboldum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmesen, bir kerecik öpmesen başına bela olurum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmeden, bir kerecik öpmeden nerelere kayboldum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmesen, bir kerecik öpmesen başına bela olurum. Bravo. La belə gözəl Çox ifa. Teşekkürler. Çox sağ olun Fərid bəy. Çox gözəl ifa. İlahi xanımla gözəl söhbətlər, Elnura xanımla gözəl söhbətlər və təbii ki, mənə mütəmadi Instagram səhifəmə də yazırsınız. Belə də suallarla müraciət edirsiniz ki, Şafa xanım, sizin dişləriniz, bəli, insanın dişi birinci növbədə harasa gedəndə bir təbəssüm doğrudan insana bir enerji bəxşiş edir. Hal-hazırda elə sizə bu sevgi dolu təbəssümümü, sevgimi ötürmək istəyirəm. Sizləri çox sevirəm və istəyirəm bizim Məmməd doktorumuzdan danışım. Çünki necə ki, mən bir həkim-diyetolog olaraq hər şey ağız boşluğundan başlayır. İstər həzmə prosesi və gülüşümüz, özümüzü tanıdırıq dişlərimiz, təbəssümümüzlə. Həzm eləmə prosesi haradan başlayır? Ağız boşluğundan. Elə istəyirəm bununla bağlı qoy bizim doktorumuz bugün danışsın. Xoş gəlmişsiniz doktorum. Xoş gördük. Şəfa xanım, minnətdaram bu suala görə və suala açıqlama gətirmək istəyirəm. Ümumi orqanizmin sağlamlığından, ağız boşluğunun sağlamlığı olmadan söhbət gedə bilməz. Və biz bilirik ki, ağız boşluğunun bəzi xəstəlikləri ümumi orqanizmdəki xəstəliklərlə bağlıdır. Bəzi xəstəliklər var ki, bunları vurğulamaq istəyirəm. Bu paradontitdir və periodontitdir. Parodontit nə olur? Bu damağın iltihabı, damağın qanaması bu xəstəliklərdir ki, və periodontit də bu belə deyək, diş sinirinin iltihabının ətraf toxumalara iltihabın yayılmasından söz gedir. Bu xəstəliklərə niyə mən vurğulama edirəm? Çünki bu xəstəliklər özləri orqanizmdə böyük bir problemlər yarada bilər. Nəyə görə? Şəfa xanım, deməli, həmən bu xəstəliklər iltihab nəticəsində əmələ gəlir. Həmən bu bakteriyalar qan dövranına düşdükdən sonra hətta endokarditə kimi gəlib çıxa bilər. Hətta. Bəli, endokardit nə olur? Nə olduğunu da deyək, yəni ki, ürəyin iç əzələsinin iltihabı.
Bundan əlavə olaraq mən onu qeyd eləmək istəyirəm ki, ağız boşluğu problemləri ümumiyyətlə elə bizim bu verilişdə iştirakımızın da əsas mövzusu odur ki, əgər biz normal çeynəyə bilmiriksə, əgər bu qidanı normal həzmi üçün mütləq düzgün çeynənilmək lazımdır. Bunun üçün də nə lazımdır bizə? Sağlam dişlər lazımdır. İstərdim Fəridlə İlahi xanımın da bir işbirliyi var. İstəyirəm o haqda da onu da vurğulamaq istəyirəm ki, Fərid müğənniliklə, ifaçılıqla bərabər eyni zamanda musiqi alətlərində pedaqoqdur. Hətta bu yaxınlardan da bildiyimə görə yeni bir projeye imza attınız bərabərliklə. İlahi xanım, xüsusi qayğı ehtiyacı olan uşaqlara da səhv eləmirəmsə onlara musiqi alətlərində təlimlər keçəcəksiniz. Ümumiyyətcə, daha öncə də pedaqoq kimi çalışmışam. Müəyyən, məsələn, autizm spektrum ümumiyyətcə uşaqlarla, Asperger sendromu uşaqlarla və onların nitq qüsurlarla da bağlı. Musiqinin nitq qüsurunda belə bir önəmli rolu var ki, yüzlərlə örnəyi var ki, normal diksiyasında qüsuru olan insan, musiqili düşünmə deyə bir şey var. İlahi xanım da yəqin ki bilir. Musiqili danışdıqda onun müəyyən təbii ki metodları var. Görürsünüz ki, onun türklər kəkəməlik deyir də buna. Azərbaycanla rəsmi adını bilmirəm. Kəkləmə. Və o aradan qalxır. Çünki birbaşa nitq danışdığı zaman beynin başqa bir hissəsi çalışdığına baxmayaraq, musiqi ilə düşünəndə başqa bir hissəsi çalışır. Bəli, müəyyən lobların orada fəaliyyəti yeri dəyişir və görürsən ki, valideynlər çox məmnun qalmışdılar və düşündük ki, bunun üzərinə daha çox belə bir konferans və s. təşkil edə bilərik. Bizim də indi mini bağçamızda, inşallah mərkəzimizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün onların çoxsunun çox gözəl musiqi duyumu var. Və o duyumluluğu inkişaf etdirmək üçün, o sahə üzrə onların daha da yaxşı inkişaf etdirməyimiz üçün, məsələn, autizm spektr pozuntusu, Down sindromlu uşaqlardır, bunların sırf musiqi yönümlü inkişafı üçün, kəkələmənin birbaşa nitqinin tənzimlənməyi üçün, rəvanlığı üçün, axıcılığı üçün musiqi əvəzsiz rol oynayır. Hətta bizim özümüzün musiqidən savayı loqaritmika deyirik də biz bilənçən, loqaritmika ilə də belə biz o nitqinin rəvanlığını bərpa edirik. Artıq Fərid bəylə inşallah əməkdaşlıqla biz bunu daha peşəkar şəkildə həyata keçirəcəyik. Həmçində musiqi ilə biz onların diqqətinin toparlanmasında, anlama qavramasında, musiqi duyumu ilə daha da belə inkişaf etməsində, daha da onların sosiallaşmasında qrup seansları keçirərək onları cəmiyyətə daha da gözəl belə də adaptasiya eləyib qazandıracağıq cəmiyyətimiz üçün. Xeyirli uğurlu olsun. Elə yeri gəlmişkən burada tanış oldunuz, elə yeri də yeni projeye də imza attınız. Düşünürəm ki, doğrudan da Şəfalı Həyat insanların həyatını dəyişən bir projedir. Yeri gəlmişkən elə Şəfalı Həyat Coffee and Healthy Foodda hal-hazırda böyük bir kampanyalar keçirilir. Mənim əzizlərim, diqqətiniz məndə olsun. Gəlirsiniz bizim Şəfalı Həyat Coffee and Healthy Food məkanımıza 2 kofe alırsınız, 1 kruasan, diyeti kruasan hədiyyə düşür. 2 bizim Şəfalı Cake and Cateringimizdə hazırlanmış, məhz mənim xüsusi menyularımla hazırlanmış şirinyatlardan alırsınız. Bir gözəl eksklüziv çayımız çaydan şəklində hədiyyə düşür və digər hədiyyələr sizə təqdim olunacaq. Odur ki, diqqətiniz məndə olsun, verilişin sonuna kimi izləyin. Və istəyirəm Məmməd doktora sual verim. Hal-hazırda bizim ekranlarda həddən artıq ulduzlarımız var. Aparacıları qoyaq bir tərəfə ulduzlarımız. Onların da 99% deyərdik dişləri vinyildir. Mənlə razısınız. Bəyənirsiniz onların dişlərini. Amma düzünü deyin. Gəlin burada düzgün doktorumuzdan peşəkar 15 illik təcrübəsi olan, işinin peşəkarı olan Məmməd doktor Əsədovun fikri. Siz razısınız bizim ulduzların dişlərindən? Şəfa xanım, siz o dişlərə başqa rakursdan baxırsınız. Mən bir profesional rakursdan baxıram. Bəli, mən sizin rakursunuzu bilmək istəyirəm. Orada mən baxdıqda tək estetikaya yox, həm də damaqların sağlamlığına baxıram, həm məsəl üçün düzgün düzülüşünə baxıram. Dəri rənginə, üz rənginə uyğun olmayan rənglər seçirlər, formalar seçirlər. Yəni, bu hamısı nəzərə alınmalıdır. Yəni, burada istəyə nəzərə almırıq. Məsələn, mən gəlirəm həkimə.
Özləriniz görürsünüz mənim dişlərimə. Doktorum, təşəkkür edirəm sizə də. Gəlirsiniz dişlərimə. Məsələn, mən deyə bilərəm ki, mən çox ağ istəyirəm, böyük istəyirəm, kiçik istəyirəm. Hətta bir ara dəbdə idi, qabaq dişləri çox qabağa. Düzdür, mən onu sevmirdim, amma adamlar var idi, onu edirdim. Dovşan dişlər. Bax, bəli, dovşan dişlər. Bax, bunlara necə baxırsınız? O zaman necə bir məsləhət verirsiniz? Necə insanı istiqamətlendirirsiniz? Biri deyir, mən istəyirəm ağappaq, amma baxırsınız ki, üz rənginə yaraşmır. Yaraşma olmalıdır. Yəni belə deyək də, bu həm üz quruluşuna görə, həm dərinin rənginə görə, həm belə deyək də, damaqların formasına görə seçimləri həkimin üzərindədir. Həkim seçməlidir ki, hansı formada düzəlməlidir və həkimə təbii ki, bu bir mərhələdə olmur. İlk öncə anamnez toplanılır təbii ki və ağız boşluğunun baxışı keçirilir və bu baxış keçirildikdən sonra ağız boşluğunda olan problemləri aşkar edib və ona uyğun olan, bəzən olur ki, mən vinir istəyirəm, amma bu ağız boşluğuna bu uyğun gəlmir. Nəyə görə? Məsəl üçün, bruksizmi var və məsəl üçün, diş düzümünün problemləri var. Belə bir şeylərlə biz vinirləri düzə bilmərik, çünki bunlar gələcəkdə qırılacaq. Yeni studiyamızı belə gözəl rənglərlə, gözəl dizaynla, dekorunla, interyerini vermiş Nərminə xanıma təşəkkürümü bildirmək istəyirəm. Cəmi bir neçə günə bunu etdi və artıq təhvil verdi. Sözün əsl mənasına gəldim və studiyamın gözəl bir aurasından özüm də bayıldım. Nərminə xanım, dərin təşəkkürümü bildirəm. Var olası, çox sağ olun. Və yeri gəlmişkən bugünkü saç düzümümə görə, make-upıma görə mütəmadi artıq keçən mövsümdə də onlarla çalışmışdıq. Evita Gözəllik Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Başda da Elnura xanıma, saç düzümümə görə Vəfa xanıma, make-upıma görə isə Fərəh xanıma dərin təşəkkürümü bildirəm ki, mənim bütün nazımı çəkirsiniz. Çox sağ olun. Təbii ki, hər şey hardan gəlir? Anadan gəlir, valideynlərdən gəlir və əgər valideyn vaxtında və düzgün öz evladını arayıb araşdıra bilirsə, onun belə deyək də, digər bir problemlərini deyim, qüsurlarını demərəm, amma problemlərini düzgün vaxtında araşdıra bilirsə və düzgün mütəxəssisə onu yönəldə bilirsə, təbii ki, artıq belə deyək, diaqnoz müalicənin 60% uğuru deməkdir. Elə siz mənə razısınızmı? Bəli, bəli. Buradan sizin efiriniz vasitəsindən valideynlərə çağırış verirəm ki, maarifləndirmək istəyirəm ki, yəni əziz valideynlər, övladınızın inkişafında cüzi də olsa, geriləmə görsəniz, inkişafına bir ləngimə görsəniz, adi baxdığınız bir şey böyüdükcə, yaş artdıqca daha böyük problemə yol açır. Məmməd doktorun sahəsindən belə danışsaq desək, əgər uşağınızın çeynəməsində, udmasında bir problem varsa, inanın ki, bu gələcəkdə onun nitqinin inkişafına çox böyük bir problem olacaq. Yəni, qidalanmağından başlayaraq, uşağın belə deyək də, iməkləməyindən tutmuş, başının tutmağından, oturmağından tutmuş, qığıldamağı, bunların hər birini nəzərə alın. Uşaq, yəni ilk doğulduğu gündən bunların hər birini nəzərə alın. Hər hansısa bir sahədə boşluq gördünüzsə, mütləq ki, bir mütəxəssisə müraciət eləyin. Belə deyək də, atası gec danışıb, əmisi gec danışıb, nənəsi belə olubdur. Bu səbəb deyil, yəni buna oturub gözləməyə vaxt yoxdur. Çünki müasir dövrdə inkişaf, yəni sosiallaşma çox azdır. Əvvəllər uşaqlar sosiallaşırdı, daha sağlam mühitdə böyüyürdü. Yəni, indiki dövr o dövr deyil. Telefon, kompüter, qadrlar... Bəli, bunlar hamısı ünsiyyəti kəsibdir, sosiallaşmanı dayandırıbdır və bununla da uşaq ünsiyyəti bir tərəfli alır və qarşı tərəfə ötürə bilmir. Nəticədə nitqdə ləngimələr olur, psixoloji inkişafda ləngimələr olur. Yəni, autizm spektr pozuntusu belə dünya üzrə artıq psixiatrlar həyəcan təbili çalıblar ki, hər doğulan uşağın 5 dənəsindən birində autizm spektr pozuntusu qoyulur. Bu da hamısı nədir? Vaxtında düzgün qoyulmamış diaqnozlardır. Vaxtında valideynlərin, siz dediyiniz kimi, valideynin boşluğudur, ananın buraxdığı boşluqdur. Bugün keçər, sabah keçər. Yəni, buna Bəlkə belə düzgün deyək. Artıq evladımız doğularkən hər kəs onu bilmir, hansı ayında nə etməlidir, necə davranmalıdır. Mən düşünürəm ki, bir mütəxəssisə müraciət etsələr daha yaxşı olar. Sizin mərkəzimizə müraciət edərlər və ilkin növbədə siz ona baxış edərsiniz, baxışdan sonra diaqnostika edərsiniz. Ola bilər ki, kiçik bir belə də ləngimə ola bilər. Artıq onu ilkin mərhələdə aradan götürmək olar. Nəinki artıq onu 3 yaşında, 4 yaşında, bu yaxınlardan da
bir xəstəm gəlmişdi. 3 yaşı var uşağın. İndi başa düşürlər ki, o uşaqda autizm var. Düşündüm ki, yəni 3 yaşına kimi onu duymamısınız. Deyir, atasında bu problem var idi. Təbii ki, hal-hazırda hər şey müasirdir, hər şey əl çatandır. Amma yeganə əl çatan olmayan bilirsiniz nədir? Yaxşı peşəkar mütəxəssislər, hansı ki, elə şəfalı həyatın qonaqlarıdır bugün. Fərid bəy, siz dünyaca məşhur, dünyada səsini dünya sevir. Yəni, tayı bərabəri olmayan korifeyimiz Alim Qasımovla duet oxudunuz. Necə oldu? Bu sizin afirmasiyanız oldu, sizin bu dualarınız oldu, istəkləriniz oldu. Yoxsa o insan var ya, deyir, səhər dururdum, onu düşünürdüm, axşam yatırdım, onu düşünürdüm. Necə oldu? Efir vasitəsilə əgər bizi izləyirsə salamlayıram. Dəyərli sənətkarımızı, bunu yaxınlarda başqa bir verilişdə demişdim. Bəlkə oradan tanışdı bu mövzu. Mən bir neçə müddət öncə, arıza bir il yarım öncə Ali müəllimlə yuxuda səhnə aldığımızı gördüm bərabər və ağlıma belə bir fikir gəldi ki, bəlkə zəng edək və əlaqə saxlayaq və elə əlaqə saxladım, Ali müəllim görüşək və mənim işlərimi görmək istədi. Mən də Türkiyədəki fəaliyyətimi daha çox burada yazdığım zəfər marşı olsun, gənclik marşı olsun, dövlətimiz üçün hazırladığım layihələri çox bəyəndi və sağ olsun dəyərləndirdi və biz qərar gəldik ki, bərabər bir yola çıxaq. Artıq 2 mahnımız hazırdır. 3-cü, 4-cü inşallah gözlənilir tezliklə. Ali müəllim də mən də həmin o incəsənət eşqini sevdi. Çünki biz yaş fərqimiz çox da olsa, eyni yolun insanlarıyıq və ona buradan təkrardan təşəkkür edirəm ki, həmin o türklərin sözü olması inciyi məndəki Əsl sənətlə məşğul olan insanlardır, bəli. Kimlə həyatım boyu hansı böyük sənətkarla çalışmışamsa, fikir vermişəm ki, sənəti artdıqca özü daha sadə olur insanlar və baxmayaraq ki, bugün çox müğənni var ki, əslində sənət anlamında bir işi yoxdur, amma münasibətə, ünsiyyətə girəndə görürsən ki, yox, hələ ki, tam başqa yerdədir və zaman elə bil ki, təbiət də onu elə bir yerə zamanda gətirir, həqiqətləri göstərir və əslində həmin müğənnilər adına üzülürəm ki, sadə olmaq hər zaman başımızın ucalığıdır. Və istəyirəm elə o ifanı bugün şəfalı həyatda Məmnuniyyətlə düzdür, Ali müəllim biz aramızda təəssüf ki, yoxdur. Bəlkə inşallah başqa bir zaman bərabər olaraq. Mən sevə-sevə öz hissəmi ifa edərəm. Guido il mare luccica e tira forte il vento su una vecchia terrazza davanti al golfo di Sorrento. Un uomo abbraccia una ragazza dopo che aveva pianto, poi si chiarisce la voce e ricomincia il canto.
Möhtəşəm və mükəmməl. Yeri gəlmişkən bugün Şəfalı Həyat Coffee and Healthy Food'dan sizə xüsusi hədiyyələrimiz olacaq. Bizim dietik şəfalı şokoladlarımız olacaq. Qonaqlarımıza təqdim olunacaq. Xahiş edirəm siz də təqdim edin. Və qonaqlarımıza bunlar təqdim olunacaq. Sizin nəvələriniz var Elnurə xanım. Çox sağ ol. Fərid, ailəlisiniz? Yox. Ailədə inşallah. İnşallah, təşəkkür ederim. Çox sağ olun. İlahi xanımın da. Ay, qoy mən elə şokoladlar, bu da sizin 2 dənə evladınıza. Amma siz şokolad yemək ziyandır, niyə demədiniz ki, olmaz o uşaqlara? Bunlar xüsusi reseptlərlə hazırlanmışdır. Bunlar dietikdə olardır. Bəli, hər birinizə təşəkkür edirəm. Yeri gəlmişkən Şəfalı Həyat Coffee and Healthy Food'da bu yaxınlardan, o Elnur xanım demişkən şokoladlar, bəli, bizim mütəmadi hər ay, ayın 26-sı bizim doğum günü olur və bu ayda 26-sı bizim Şəfalı Həyat Coffee and Healthy Food'umuzda hisslərvi bil, belə bir təlimimiz oldu. Hansı hisslər insanı hansı yeməyi yedizdirir. Bax, bu çox maraqlı idi və hər kəs üçün özünə orada insightlar tapdı və bir neçə dəqiqədən sonra artıq biz verilişimiz sona çatır. Mən istəyirəm bizim süjetimizə keçid alaq və qonaqlarımızdan sağollaşaq. Sağ olun, sağlıqla qalın. Təşəkkür edirəm ki, gəldiniz, bugün qonağımız oldunuz. Bütün Şəfalı Həyat verilişimizin əsas məqsədi nədir? İnsanları maarifləndirmək, gözəl onlara motivasiya vermək, gözəl enerji vermək. Elə də onun davamı elə bizim Şəfalı Həyat Coffee and Healthy Food'umuzdadır. Odur ki, əzizlərim, kim ki hal-hazırda bizi ekranlardan izləyir, kim ki ümumiyyətlə mənim yanımdadır və hər zaman mənimlədir, sizi də dəvət edirəm, bizim məkanımıza gələsiniz. Maarifləndirici seminarlarımızdan siz də yararlanasınız. Necə ki, bugün dediyim kimi, hisslərini bildir. İnsan hisslərini biləndə bilir ki, nəyə görə hansı yeməyi yeyir. Hətta siz bura gəldikdə bizim təlimimizdə bilə bilərsiniz ki, hansı hisslər hansı yeməyi sizi məcbur edir, yedizdirir və ya hansı hisslər hansı yeməkdən sizi məhrum etməyə kömək edir. Yəni, belə deyil. Hansı yeməyi sevirsiniz, nəyə görə, hansı emosiyaya görə, hansı yeməyi sevmirsiniz, hansı hisslərə görə və emosiyalara görə. Odur ki, hər birinizi məkanınıza gözləyirəm. Bizim 5 ayımız tamam olur. Biz hər ay bizim ad günümüzü qeyd edirik və burada gözəl xanımlarla bərabər həm seminarlar keçiririk, həm maarifləndirici məlumatlar veririk və təbii ki, sağlam qidalanır. Sağlam qidalanma hardadır? Təbii ki, Şəfalı Həyat Coffee and Healthy Food'da. Bugün Şəfalı Həyatın kafesində əyləşdik, əyləndik, müəyyən söhbətlər oldu və hər zaman olduğu kimi artıq ənənəvi olaraq biz hər ay bizim Şəfalı Həyatda görüşəcəyik. Hər birinizi bura dəvət edirəm, mənim əzizlərim. Hal-hazırda məni izləyən bütün tamaşaçılarıma buradan deyirəm ki, siz də Şəfalı Həyatın ailəsinin bir üzvü ola bilərsiniz və hər zaman sizi burada gözləyirik və bizim burada olmağımızın əsas məqsədi odur ki, biz insanları maarifləndiririk, biz insanlara faydalı məsləhətlərimizi veririk.
سنة حلوة يا جميل سنة حلوة سنة حلوة سنة حلوة يا جميل. Bütün məlumat bizim Şəfalı Həyat verilişində hər bazar günü ARB kanalında saat 2-də izləməkdə olun. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, həkim stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə bitdi.